Neredeyse Vahabiler var, korksunlar. Ama Azerbaycan'da Vahabiler yoktur. Heydər Əliyev rahimehullah vəfat elədi. Heydər Əliyev hamınız tanıyırsınız. Azərbaycanın neçə il hakimi olub, əmir sahibi olub və biz qərara gəlmişik ki, məscidin cəmaatı inşallah, cəmaat yəni cümə namazından sonra inşallah onun üçün cənazə namazı qılaq. Azərbaycanda sadə vətəndaşlar ilk dəfə Vəhabiləri 1995-2000-ci illərdə görməyə başladılar. Onlar Azərbaycan dilini bilmir, küçədə xuliqanlıq edir, boğazları, ayaqları, qolları gipsdə şəhərdə dolaşır, onun bunun cibinə girirdilər. Bir müddət sonra isə Heydər Əliyev televiziya verdiyi müsahibəsində Azərbaycanda gəzişən bu naməlum canlıların çeçenlər olduğunu bildirdi. Daha sonra əlavə etdi ki, onları Azərbaycana insanlıq xətrinə gətirib. Yaralı insanları sərhəddən necə qaytarım deyən Heydər Əliyev, dolayısıyla çeçen Vəhabilərin Azərbaycana gətirildiyini təsdiq edirdi. Radikal ərəb bankları Çeçenistana pulu da Azərbaycan vasitəsilə göndərirdilər. Bilirsiniz, mən nətər deyirlər, etiraf etmişəm ki, və bunu Moskvada prezident səlahiyyətlərini Rusiyada həyata keçirən Putinə demişəm ki, bizdə çeçenlər, yaralı çeçenlər var. Yaralı adamı kabul etməmək o anti-humanist bir şeydir. Ancaq biz də bunları kütləvi surətdə kabul edirik ki, birinin burada qohumu var, birinin dostu var, birinin bir vasitə ilə gəlir və bizim sərhəddə yoxlanılır. Eğer doğrudan da bu yaralıdır, ağır yaralıdırsa, onda bu insanlıq nətər deyirlər, keyfiyyətindən kənardır ki, biz bunu kabul edəməyik. Biz bunu kabul edəmişik. Bunu mən gizlətmirəm, etiraf etmişəm, öz təşəbbüsümlə demişəm. Heydər Əliyevin müstəqillikdən sonra hakimiyyətdə olduğu 10 il müddətində Azərbaycana Vəhabilərin gizli transferi həyata keçirilir, ölkədə onlar üçün bazalar yaradılırdı. Hakimiyyəti boyunca Azərbaycanda Vəhabi yoxdur deyən Heydər Əliyevə öldüyü gün Vəhabilərin rəhbərimiz dünyadan köçdü deyib yaz saxlaması isə tarixin bir başqa paradoksudur. Heydər Əliyev haqqında mədhiyə dolu kitablar yazan və İran hökumətinə onu şiə övladı kimi təqdim edən təhlilçilər isə həmin 10 il boyunca Azərbaycanın Vəhabi yuvasına çevrilməsini bu yollarla örtbasdır etmişdilər.